Bu tip suallara daha rahat həll etmək üçün ümumi qaydanı qeyd edək. Verilən cəmə bir n-dən işarə edək və bizdən kvadratlar cəmi soruşsun. Deməli olar x kvadratı üstəgəlsin 1 böl x-in kvadratı bərabər olacaq. Deməli toplamacısa çıxma olacaq, yəni n-in kvadratı. Toplama çıxma olur, çıxma isə toplama olur. Toplama öyrəndə çıxırıq 2 kvadratından, çıxma olanda isə üstünə 2 gəlir. Yəni cavabımızı tapmaq üçün nə etməliyik? Toplama olduğuna görə onda olacaq 6-nın kvadratı çıxılsın 2, cavabımız eləcək 34. Amma biz bu 34-ü hardan aldıq? Onun isə ətraflı izahına baxaq. Deməli bizdən soruşur kvadratlar cəmi. Bizə verilən ifadəni sağdan və soldan kvadrata yüksəldərik. Onda olur birincinin kvadratı üstəgəlsin 1 bölünsün. İkincinin kvadratı üstəgəlsin hasillərinin 2 misli vurulsun 2-yə. Bərabərdir 6-nın kvadratına. Deməli burada baxırıq ki, bizdən soruşan ifadə buydu. X-i 1 bölünsün x-ə vuranda x-lar ixtisar gedər. Üstəgəlsin 2 qalar. Nəyin üzərinə 2 gəndə? Deməli 6-nın kvadratı 36 eləyər. 36-dan 2-sini çıxırıq. Yenə də cavabımız bərabər olur 34-ə. Bu tip sualların izahı üçün izləmədə qalın. Növbəti video izahda görüşənədək.